Bildiğiniz kimi İran rejiminin Orta Doğuda qolğıçı qırılmaqdadır və sonra da Bəşar Əsədin çox sürətlə köçməsi İran rejimini İran siyasi coğrafyasının sınırlarına çəkmişdir. Bir tərəfdən də həmin sınırların içində İran rejiminin zülmünə qarşı xalq üsyanları və ciddi tələblər və bir tərəfdən də gündən-günə artan yoxsulluq və gündəlik yaşamında aclıq və fəlakət durumuna yaxınlaşan xalqlar yalnızca etiraz üçün bir fürsət arayırlar. Trump'ın Amerika'da Cumhurbaşkanlığı koltuğunda oturan gündən İran rejimini sıxıntıya qoyma hər kəsə aydındır. Bu sıxıntıya qoyma istər-istəməz İran içində və xalqların gündəlik yaşam səviyyəsinin düşük bir halə düşməsi də hər kəsə məlumdur. Bu tabloya baxdığımızda İranın çalxantılı bir şəraitdə olması və İran rejiminin dəyişmə zehniyyəti istər-istəməz bu gündən İranda yaşayan xalqlar arasında və fərqli bölgələrdə dönüb dolaşmaqdadır. Əlbəttə bu sahədə bunu da demək lazımdır ki, İranda siyasi dəyişiklik an məsələsidir. Əlbəttə bu an məsələsi fərqli səbəblərdən dolayı uzana bilir. Amma İranın siyasi dəyişikliyə gəbi olması kimsəyə gizli deyildir. Elə dəqiqən buna görə də Azərbaycanda yaşayan türk insan və ümumiyyətlə İran çapında yaşayan türklər bu gündən o dəyişiklik necə olacaqdır deyə və hangi sürəclər diqqət mərkəzinə alınmalıdır ki, Güney Azərbaycan İran rejiminin köçmə ərəfəsinin başlandığından sonuna qədər Azərbaycanın siyasi gücü, Azərbaycanın siyasi coğrafiyasına hakim ola bilsin. İran rejimi köçəndə elə bir sürəcə giririk ki, orada xalqımıza aid tamam güclər hər necə də düşünürlərsə, hər nə qədər də düşüncələrin bir-biri ilə fərqi varsa, çiyin-çiyinə, arxa-arxaya durmalıdırlar ki, Azərbaycanın siyasi coğrafiyasını kontrol altına keçirsinlər. Bildiyiniz kimi bugün Azərbaycanda bu vətənə ürəyi çırpılanlar Azərbaycan siyasi gücü adlanırlar. Və Güney Azərbaycan özünü idarə etməsinə çalışıb və onu hədəf tuturlar. Azərbaycanın siyasi gücünün birliyinin təmin etməsi üçün məsələyə dərindən düşünmək lazımdır. Hər kəsə aydın olması lazımdır ki, bugün Azərbaycanda siyasi güclər ki, gələcəkdə varlıq göstərəcəklər 3 siyasi qüvvədir. Bu 3 siyasi qüvvənin ikisi Azərbaycan və Türk xalqına aid qüvvələrdir. Birisi isə mərkəzə aid qüvvə və İran şəhri zehniyyəti daşıyan bir gücdür. Azərbaycana və Türk xalqına aid olan güclər istiqlalçı kəsim və federalçı kəsimdir. Mərkəzə aid qüvvə isə bəlkə sayı cəhətindən çoxdur, amma çox pərakəndə halı vardır və çox ehtimalla mərkəzçi siyasi güclər və ya partilər bu pərakəndə halı Azərbaycanda organizə etməyə çalışacaqlar. Əlbəttə burada bir parantez açmalıyam ki, bu mərkəzçi güclərin Azərbaycanda fəaliyyətlərinə İran rejiminin köçmə aşaması və ondan sonra hangi taktik və stratejini götürməliyik deyə başqa yerdə onun haqqında qətiyyətlə danışmamız lazımdır. İndi isə əsas bir sual qarşımızda durur. Azərbaycana və Türk xalqına aid siyasi güclər bu fərqli düşüncələr, hətta biraz çox fərqli düşüncələr nə əsaslarda bir-birinin yanında durub birgə olub bütöv ola bilərlər? Bu suala ciddicə düşünməliyik. Çünki nə şəxslər, nə də təşkilatlar öz ideolojilərindən və öz stratejilərindən və hədəflərindən vazgeçməzlər. Elə dəqiqən bu şəraitdə, yəni hər kəs öz fikrin, ideolojisin, stratejisini saxlamaq anında
hangi əsaslar vasitəsilə birləşib və çiyin-çiyin olub bir bütöv kimi meydanda dura bilərlər? O adın çəkdiyim əsasları bir teori çərçivəsində bir araya gətirə bilirsək, kəsinliklə Azərbaycanda siyasi gücün hər hansı siyasi kəsimə aid olursan ol, o birlik və o bütövlük təmin ola bilir. Mən indi burada o birlik və bütövlüyümüzü təmin edən əsaslara barmaq qoyub onların haqqında öz fikirlərimi deyəcəyəm. Elə burada o fikirləri demədən Türk-Azərbaycan Milli Demokratik Hərəkatın sıralarında tamam siyasi təşkilatlardan və tamam aktivistlərimizdən və adlım şəxsiyyətlərimizdən və hətta bugün Güney Azərbaycanın meydani hərəkətlərində lider rolu olan şəxsiyyətlərimizdən istərəm ki, Güney Azərbaycanda siyasi təşkilatların və tamam xalqımızın birliyini təmin edən əsaslara ki, həqiqətən İran rejiminin köçmə ərəfəsində hərəkatımız üçün həyati rolu oynayan bir faktorlardılar, dərindən düşünüb daşınsınlar və milli hərəkətdə adlım fiqurlarla gələcək cümlələrdə ifadə etdiyim fikirləri və əsasları müzakirə və mübahisəyə qoysunlar və bu əsasları azaldıb çoxaltma və tənzimat vermə ilə İran rejiminin köçmə ərəfəsinə gəldiyimizdə hər bir Azərbaycan Türk aktivisti o aşamada nə etməlidir və necə etməlidir deyə bu teorinin sayəsində hazırlanmış olur. Amma indi o söz etdiyim əsaslar. Birinci və ən önəmli əsas Azərbaycan siyasi gücləri içində onların siyasi hədəfə varmaları, siyasi hədəfə çatmalarıdır. Yəni istiqlalçı istiqlalını təmin etmək istəyir, federalçı federal bir dövlətin qurmağın Güney Azərbaycanda hədəfləyir. Elə deyilmi? Amma Güney Azərbaycanda istiqlaliyyət elam eləmə və ya federal bir dövlətin quruluşuna çaba göstərmə qərarı harda alınmalıdır? Əcəba istiqlalçı bir partiya Güney Azərbaycana istiqlal elam edəcəkmi? Yoxsa bir federal partiya Güney Azərbaycanda federal dövlətin qurulmasının qərarını alacaqdır? Yoxsa yox, Güney Azərbaycanda federal sistem qurulsun deyə, ya istiqlal elam olsun deyə partilərin və şəxslərin işi deyildir. Hüquqən, siyasət biliminə baxdığımızda bu qərar yalnız bir milli məclisdə verilə bilər. Yəni Azərbaycanın milli məclisi qurulur, o məclisdə xalqın təmsilciləri, nümayəndələrinin çoxunluğu ya istiqlal istəyəcəklər, ya federal sistemin qurulmasına razılıq verəcəklər. O məclis hər nə qərara gəlirsə, xüsusilə əgər istiqlal qərarına gəlirsə, Güney Azərbaycanda bir referendum keçirilməli və xalqın məşvərəti rəyini, səsini istiqlal və federal haqda soruşmalıdır. Sonuc nə olursa, Güney Azərbaycana məclis vasitəsilə seçilən dövlət o qərarın əsasında siyasət aparacaqdır. Əgərsə Milli Məclisin önəmini və onun təyin edici rolunu qəbul edirsək, yəni hər bir təşkilat və hər bir Azərbaycanda yaşayan insan Milli Məclisin qərarlarına siyasətən və hüquqən onay verib və qəbul edirsə, bizim hərəkatımızın yolu Azərbaycanda tamam siyasi güclərin düşmən qarşısında, təhdidlər qarşısında birləşməsinin yolunu hamarlır, qapısını açır. Əlbəttə bu sahədə detallar çoxdur. Hətta bu detalları izah etmək üçün bir başqa danışığa da ehtiyac vardır deyə düşünmək olur. Amma burada adın çəkdiyim əsaslara qısaca toxunalım, sonra bu əsaslar və detallar haqqında müzakirələr, mübahisələr hər yerdə gedə bilir. Yenə də bu əsasa dayanım. Əgər istiqlalçı siyasi güclər və partilər və federal siyasi güclər və partilər Azərbaycanın gələcəyi üçün qərarı
Milli Məclisə aid bilirlərsə, iş Güney Azərbaycanda siyasi güclərin o həssas devrdə bir-birinin yanında durmasına şərait yaranır. Deyəcəksiniz, necə? İranda siyasi böhran gəldiyində, o siyasi çalxantı sayəsində İran rejimi köçmə ərəfəsinə girdiyində Azərbaycanın siyasi güclərinin ilk aşamada hangi hədəfi təmin etməyə düşünməlidirlər? Siyasətin icabatı xalqın güvənliyinə, əmniyyətinə. Birinci və ən önəmli siyasətin qurallarından bir siyasi gücə öz xalqı içində təmin etməsi xalqın güvənliyi və əmniyyətidir. Güvənlik və əmniyyət dediyimizdə bir iç güvənlik var ki, ümumiyyətlə daxili polis o iş ilə məşğul olur. Bir də diş güvənlik var, ya xarici güvənlik var. Yəni Azərbaycanın siyasi coğrafiyasını sınırlardan, sərhədlərdən güvənlik altına almadır. Yəni nə demək? Yəni Azərbaycanın torpaq bütövlüyünü xarici qüvvə qarşısında, burada xarici qüvvə adını çəkdiyimizdə lüzumən başqa ölkələr deyil, İran içində başqa bölgələrin Azərbaycana təərrüzünün qarşısını alma və Azərbaycanın sınırlarını başqa qüvvələrin, güclərin qarşısında qorumaqdır. Əcəba Azərbaycanın içində və sınır sərhədlərində güvənliyi təmin etmək üçün istiqlalçılıq və federalçılıq söz konusu ola bilirmi? Kəsinliklə deyildir. Çünki hər iki güc də Azərbaycanı və orada yaşayan xalqı qoruma görəvi vardır. Azərbaycan iki tərəfdən, birisi mərkəzçi, bütövçü güclər tərəfindən, yəni Tehran tərəfindən, bir başqası isə Kürdistan-Azərbaycan sınırları tərəfindən hərbi təşəbbüsə məruz qalma ehtimalı çox yüksəkdir. Elə buna görə də Azərbaycan Tehran tərəfindən Qəzvinə girən yerdə və eyni halda Kürdistan-Azərbaycan sınırlarında Azərbaycana tərəf silahlı trafikin ya silah gəlib getməsinin qarşısını qətiyyətlə və kəsinliklə almaq lazımdır. Orada bir gərgin halimiz var. Həm də çox gərgin halimiz var. Düzü və doğrusu budur ki, İran rejimi dəyişmə ərəfəsinə gəldiyimizə qədər Qərbi Azərbaycanın tamam şəhərləri və kəndləri həm siyasi təşkilatlar və həm xalq nə qədər ki mümkündürsə silahlanmalıdırlar. Həmən izah edim ki, Qərbi Azərbaycanda xalqımızın silahlanması əsla və əsla hücum qəsdi ilə deyildir. Bəlkə bu silahlanma Kürt siyasi hərəkatının sıralarında olan ilhaqçı qruplarının Qərbi Azərbaycanda möhtəməl eyləmlərinin qarşısını almaqdır. Dünya siyasi ədəbiyyatında bu işin adını silahlı sülh qoymuşlar. Sadə deyişlə Qərbi Azərbaycanda xalqın silahlı varlığı Kürt siyasi hərəkətində mövcud olan ilhaqçı kəsimlərin Qərbi Azərbaycana silahlı müdaxiləsinin kəsinliklə qabağını alır. Hətta adını çəkdiyim silahlı sülh, farsça sülh-i müsəlləh deyilir, Kürdistanla Azərbaycanın bağların İranın mərkəz faşisti güclərinin qarşısında gücləndirir. Və bir daha Azərbaycan Milli Hökuməti devrində Azərbaycanla Kürdistan arasında mərkəzdə saldırgan faşist cərəyanların qarşısında birlik bərpa edir. O birlik ki, həqiqətən qeyri-fars xalqlar İranın mərkəzində olan baskıcı gücün qarşısında qətiyyətlə ehtiyac vardır. İkinci əsas o keçiş ərəfəsində, yəni dövran-ı quzarda Azərbaycanda Milli Məclisin qurulmamadan öncə toplumda tamam kəsimlərin, idarələrin, şirkətlərin dolanışı və axışı və toplumda su, yemək və işıq təmin olmalıdır. Burada da
normal yaşamı və toplumun axışını və dolanışını təmin etmədə də istiqlalçı olma və federalçı olma önəm daşımır. Sonrakı əsas iç işlərinə baxan orqan Azərbaycanı Milli Məclisin quruluşuna hazırlamalı və təyin olmuş bir tarixdə xalqı seçimə götürməlidir. Bu hazırlıq üçün də istiqlalçı olma və federalçı olma önəm daşımır. Eyni halda elə bura gəlmişkən deməliyəm ki, bu sürəcin tamamında həm insanlar və həm partiyalar öz fikirlərini təbliğ etmək üçün, tərvic etmək üçün azad və haqlıdırlar. Bura gəldiyimizdə hər kəsin fikrində bir sual yaraldır. Əcəba bu təyin olan işlər əmniyyəti içəridə və xaricdən qoruma, xalqın suyun, yeməyin, işığın və başqa zəruri ehtiyaclarını təmin etmə, seçimə hazırlaşıb Milli Məclisin quruluşuna getmə kimi işləri kim görəcəkdir? Və bu işlər kimin görəvində və hangi orqanlar vasitəsilə gerçəkləşəcəkdir? Bura gəldiyimizdə Azərbaycanımızda Milli Məclisin quruluşuna qədər və o Milli Məclis legal bir iktidarı təsbit eləyənə qədər Azərbaycan İran rejiminin köçmə anından keçiş prosesi Milli Məclisin quruluşuna qədər müvəqqəti bir orqan vasitəsilə idarə olunmalıdır. Bu müvəqqəti və keçici orqanın seçilməsi, kim olması və ya kimlər olması haqqında fərqli təşkilatlar, fərqli model və projelərlə meydanda olub və bu sahədə mübahisə və müzakirə sayəsində o keçici orqanın formalaşmasında anlaşmaq mümkündür. Bu mövzunu geniş danışmanı başqa zamana qoymalıyıq. Amma burada o geçici və müvəqqəti orqanın bərpa olması və Azərbaycanı rejim köçəndən sonra Milli Məclisin quruluşuna qədər rəhbərlik etməsinin özəlliklərinin haqqında bəzi fikirləri dostlarımla paylaşa bilərəm. Amma danışdığım orqan və ya danışdığım qurum siyasi cəhətdən tərəfsiz olmalıdır. Bu tərəfsiz orqanın bərpa olması hər tərəfli qurumların bir araya gəlməsiyle bərpa olması kəsindir. Yəni belə bir geçici və tərəfsiz bir orqanın bərpa olması və Azərbaycanı bu geçici devridə rəhbərlik etməsi çox ciddi önəm daşıyan bir mövzudur ki, onun haqqında fərqli orqanlar, ələlxüsus siyasi təşkilatlar birbiri ilə ciddicə danışıb və bu sahədə çalışıb və bir plan və proqram hazırləmə gərəyindədirlər. Amma mən bildiyimə qədər və mən düşündüyümə qədər belə bir geçici və tərəfsiz orqanın formalaşmasında və meydana gəlməsində fərqli kəsimlərin və çeşitli bölümlərin toplumda səhmi və payı olmalıdır. Siyasi partilərin bu meydanda olmaları əlbəttə ki, kəsindir. Kültür qurum və quruluşlar ya sivil toplum quruluşlarından bu orqanda nümayəndə olmaq lazımdır. Qadın təşkilatlarından nümayəndə olmaq lazımdır. İş və əmək sahəsində aktivistlərdən və ya təşkilatlardan burada nümayəndə lazımdır. Azərbaycanın çevrə aktivistlərindən bu geçici və tərəfsiz orqanda nümayəndə olmağı vacib sayılmalıdır. Azərbaycanın sayğın və tanınmış şəxsiyyətləri bu orqanın içində olmaları gərəklidir. Tanınmış və təcrübəli Azərbaycansevər teknokratlar və bürokratlar bu orqanda üzv olmağı gərəklidir. Bu orqanın ən önəmli görevlərindən ki, adını çəkdiyim toplumda, yəni toplumun içində və sərhəddi sınırlarda güvənliyi təmin etməkdir. Yəni hərbi güclərin komutanı və ya bir neçə komutanı bu orqanın və ya bu quruluşun içində nümayəndəsi olmaq lazımdır. Bu geçici və ya müvəqqəti dövrdə və siyasi cəhətdən tərəfsiz olan orqanın üzvləri adın çəkdiyim kəsimlərdən ən azı 150 nəfər
geçici bir məclis kimi təşkil etməlidir və o 150 nəfərin arasından zərurətlər və ehtiyaclara dayanaraq 20 nəfərlik bir icraî şura seçilməli və o icraî şuranın rəhbərliyini Azərbaycanda tanınmış, yaşlı və olduqca tərəfsiz bir insan haqlarına çalışan şəxsiyyətlərimizin birinə tapşırmaq lazımdır. Əlbəttə adın çəkdiyim ədədlər zərurətlər əsasında azalıb çoxala bilər. Bu həqiqəti qətiyyən hər kəs bilmək lazımdır ki, Azərbaycan 100 il daxili istimar siyasəti kölgəsində yaşamaqdan ötürü həm içəridə mərkəzə bağlı qüvvələr vasitəsilə, həm də danışığımızın başlanğıcında işarə etdiyim kimi Azərbaycana qarşı təhdid oluşturan güclər vasitəsilə həqiqətən sıxıntı və təhdid altında olacaqdır. Elə buna görə də Azərbaycanın siyasi keçiş ərəfəsində müdafiə gücü dövlətçiliyinin varlığını davam etməkdə həyati rol oynayan bir faktordur. Söz burada tamam olmur. Azərbaycan və ya Güney Azərbaycan türklərin təkcə yaşadığı bölgə deyildir. İranın hər bir bucağında bir türk kantonu vardır. Qəşqai kantonu, Xorasan türklərin kantonu, İsfahan bölgəsində olan türk kantonu və hətta Loristanda olan türk kantonu türklərin bitişik formada yaşadığı yerlərdir. Onlardan sonra Tehran, Kərəc və Qum şəhərlərinə geniş vasitədə o şəhərlərdə çoxunluğu hətta təşkil edən türklər yaşayırlar. Bu şəhərlərdə və kəndlərdə və kantonlarda yaşayan türklər bu danışıqda izah etdiyim yöntəm əsasında öz şəhərləri və bölgələri və kantonlarını özləri vasitəsilə və əgər başqa xalqlarla bir şəhərdə yaşayırsalarsa, məsələ deyək Tehran, Kərəc və ya Qum şəhərində, başqa xalqlarda yaşadığı şəhərlərdə də türklər orqanizə formada öz şəhərlərini idarə etməyə, öz adları ilə meydanda olub, öz şəhərlərinin və bölgələrinin idarəsində aktivcə iştirak etməlidirlər. Eyni halda o bölgələrdə və ya kantonlarda və ya müştərək başqa xalqlarla yaşadığı şəhərlərdə orqanizə olmuş türk xalqı Güney Azərbaycanda bərpa olan Azərbaycan Keçici Şurası ilə sıx əlaqə və ilişkidə olmalıdırlar. O bölgələrdən Azərbaycana və Azərbaycandan o bölgələrə və ya o şəhərlərə güc alıb və güc verməlidirlər. Və bu vasitə ilə türk xalqının gücün yalnız Azərbaycan deyil, bəlkə İran çapında və imkan daxilində birləşdirib və güclücə bu xalqın milli müqəddəratının təyin olmasına bərabərcə, yəni güclücə addımlar atmalıdırlar. İran rejiminin köçmə ərəfəsi və keçiş devrində nə etməliyik deyə bu danışıqda ipuclarını ələ verdim. Amma bir böyük sual halən yerində qalmaqdadır. Əcəba Güney Azərbaycanda və İranın başqa bölgəsində yaşayan türklər İran rejiminin köçmə ərəfəsində lazımi gücü əldə edə biləcəklərmi? Və ya lazımi gücü əldə etməyə imkanları vardırmı deyə bugündən dəqiq ona düşünüb və İran rejiminin köçmə ərəfəsinə gəldiyimizə qədər hədəfə, yəni Azərbaycanda və İranın başqa bölgələrində, türk kantonlarında, Tehranda, Kərəcdə və Qumda imkan daxilində çox ciddi bir iradə ilə türk xalqının lazımi qədər gücünü əldə etməyə çalışmalıyıq. Bu iş görülməsə, adın çəkdiyim ali məqsədə, yəni xalqımızın öz müqəddəratını təyin etmədə qüsurlu qalıb, ali hədəfi əldə etməkdə çox ciddi çətinliklərlə qarşı-qarşıya qala bilərik. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.